Hallo alle zusammen. Salamlar herkese. Kanalımıza hoş gelmişsiniz. Bugünkü dersimizde çok maraqlı ve vacip mövzuya toxunacağıq. Refleksive verben, yani refleksif feillər. Bu dərsdə nələr öyrənəcəyik? Gəlin onlara baxaq. Refleksive verben nədir və nə üçün zih ilə işlədilir? Hər şəxsə görə refleksif pronomen, yəni mich, dich, sich necə dəyişir? Refleksive pronomen Hauptsatz, yəni əsas cümlə və Nebensatz, yəni yan cümlədə harada dayanır və eyni zamanda echte və unechte refleksive verben arasındakı fərqi öyrənəcəyik. Yəni hansı feillər həqiqətən refleksivdir, hansıları isə bəzən olur, bəzən olmur. Və sonda sizlər üçün qısa testimiz olacaq. Hazırsınız? Elə isə başlayaq. Refleksive verben nədir? Refleksif sözünün kökü reflektieren, yəni özünə qayıtmaq deməkdir. Belə ki, refleksif feillər o feillərdir ki, hərəkəti edən şəxs o hərəkətin təsirini də özü alır. Yəni, mən bir işi özüm üçün özümə edirəm. Misal olaraq, ich wasche mich. Mən özümü yuyuram. Yəni, mən hərəkəti edirəm və bu hərəkət də mənə təsir edir. İkinci nümunəmizə baxaq. Ich wasche das Auto. Mən maşını yuyuram. Burada isə hərəkət artıq özümə yox, başqa bir şeyə yönəlib. Ona görə də biz refleksiv feillərdə hər zaman zih sözünü işlədirik. Bu söz şəxsə görə dəyişir. Ona isə refleksiv pronomen deyilir. Ekranda gördüyünüz kimi zih sözü şəxsə görə dəyişib. Belə ki, ich şəxsinə görə mich işlədirik. Misal olaraq, ich beeile mich. Mən tələsirəm. Du şəxsinə görə isə dich işlədəcəyik. Du ziehst dich an. Sən geyinirsən. Sie es şəxsində sich olacaq. Freut sich über das Geschenk. O hədiyyəyə sevinir. Sie schminkt sich jeden Morgen. O hər səhər makyaj edir. Es interessiert sich für Musik. O musiqi ilə maraqlanır. Wir şəxsində isə uns. Wir treffen uns im Park. Biz parkda görüşürük. Ihr şəxsində euch olur. Ihr erinnert euch an den Film. Siz filmi xatırlayırsınız. Sonda isə sie, yəni cəm halda isə sich olacaq. Sie entspannen sich am Wochenende. Onlar həftə sonu dincəlirlər. İndi isə refleksiv pronomen, yəni mich, dich, sich cümlədə harada dayanır, ona baxaq. Bu çox vacib sualdır. Çünki söz sırası dəyişərkən sich, mich, dich yerini dəyişə bilir. Ancaq narahat olmayın, qayda çox sadədir. Əsas cümlədə, yəni normal, sadə cümlələrdə refleksiv pronomen hər zaman feilin arxasınca gəlir. Yəni söz sırası belə olur. Subjekt plus verb plus refleksiv pronomen. Misal olaraq, ich beeile mich. Mən tələsirəm. Du freust dich über das Geschenk. Sən hədiyyəyə sevinirsən. Wir treffen uns morgen. Biz sabah görüşürük. Gördüyünüz kimi feillər ikinci yerdədir. Və mich, dich, uns dərhal onların arxasınca gəlir. Yəni subyektdən sonra feil, sonra isə refleksiv əvəzlik gəlir. İndi isə gələk Nebensatz, yəni weil, das, when kimi bağlayıcılardan sonra gələn cümlələrə. Biz hələ yan cümlə mövzusuna keçməmişik. Ancaq mən sadəcə deyim ki, orada söz sırası biraz fərqlidir.
Yan cümlədə, yəni while, das, when ilə başlayan cümlələrdə fiil hər zaman axırda olur. Amma refleksiv əvəzlik yenə də feilin yanında qalır. İki fərqli refleksiv feillər vardır. Echte und unechte refleksive Verben. Sadə dillə desək, bəzi feillər hər zaman refleksiv olur. Bəziləri isə bəzən refleksiv, bəzən normal işlənə bilir. Echte refleksive Verben. Bunlar o feillərdir ki, hər zaman sich ilə işlənir. Misal olaraq, sich beeilen, tələsmək, sich freuen, sevinmək, sich erholen, istirahət etmək. Ich beeile mich, mən tələsirəm. Bu halda ich beeile ifadəsi yanlışdır. Bu kimi feillər hər zaman refleksiv olmalıdır. Belə ki, onların mənası sich olmadıqda tam alınmır. İndi isə gəlin qısaca bir şeyə də nəzər yetirək. Bəzi refleksiv feillər hər zaman propozisyonla, yəni ön sözlə işlədilir. Auf, an, über və s. Yəni bu feillər zich ilə yanaşı bir də ön söz tələb edir. Amma bu sizi qorxutmasın, sadəcə bilməliyik ki, feil hansı propozisyon ilə işlənir. Onu yadda saxlamaq lazımdır. Misal olaraq, sich freuen, auf propozisyonu və akuzativ halda işlədilir. Gələcəkdə olan bir şeyə sevinmək mənası verir. Buna uyğun cümlə quraq. Ich freue mich auf den Urlaub. Mən tətilə və ya tətil üçün sevinirəm. Yəni tətil gələcəkdə olacaq. Eyni feillə fərqli propozisyon da işlədə bilərik. Sich freuen, über. Yenə də akuzativ halda işlədilir. Ancaq artıq baş vermiş bir şeyə sevinmək mənası verir. Ich freue mich über das Geschenk. Mən hədiyyəyə sevinirəm. Sich interessieren für propozisyonu və akuzativ halı tələb edir. Maraqlanmaq deməkdir. Er interessiert sich für Fußball. O, futbolla maraqlanır. Belə ki, interessieren feili ilə cümlə qurarkən mütləq sich və für propozisyonu işlətməliyik və ardınca gələn isim akuzativ halda olacaq. Davam edək. Sich erinnern an plus akuzativ. Hatırlamaq mənası verir. Ich erinnere mich an meine Kindheit. Mən uşaqlığımı hatırlayıram. Burada ich şəxsinə görə mich və feilimizə uyğun propozisyon işlədirik. Sich konzentrieren auf plus akuzativ. Diqqətini yönəltmək deməkdir. Ich konzentriere mich auf meine Arbeit. Mən diqqətimi işimə yönəldirəm. Sich bedanken by propozisyonu ilə işləndikdə dativ, für ilə işləndikdə isə akuzativ tələb edir. Günlük həyatda çoxca işlənən feildir. Təşəkkür etmək deməkdir. Ich bedanke mich bei dir für die Hilfe. Mən sənə köməyə görə təşəkkür edirəm. Sich beschweren über plus akuzativ. Şikayət etmək deməkdir. Wir beschweren uns über den Lärm. Biz səs-küydən şikayət edirik. Qısaca onu qeyd edim ki, işlənən propozisyonlar feillə birlikdə mənanı tam edir. Misal olaraq, sich freuen tək olsa sevinmək deməkdir. Ancaq auf və ya über ilə işləndikdə mənası nəyə və ya kimə görə sevinmək olur. Bunun üçün bu feilləri hər dəfə görəndə feil propozisyon şəklində birlikdə öyrənməyə çalışın. İndi isə gəlin baxaq. Bəzən biz refleksiv feil görürük. Ancaq o feil hər zaman zich ilə işlədilmir. Belə feillərə unechte refleksive Verben deyilir. Yəni onlar bəzən refleksiv, bəzən normal işlənə bilir. Belə olduqda mənası dəyişmir. Sadəcə cümlədə kimə və ya nəyə aid olduğunu göstərmək üçün zich əlavə olunur.
Yəni bu feillərin iki mənası ola bilər. Birincisi, insan özünə bir şey edir. Belə ki, hərəkət özünə yönəlir. Bu refleksiv formadadır. İkincisi isə insan başqasına və ya başqa bir şeyə edir. Belə olduqda hərəkət başqa bir obyektə yönəlir. Bu isə normal formadadır. Gəlin eyni feilləri müqayisəli şəkildə baxaq. İlk öncə anziehen feili ilə başlayaq. Ich ziehe mich an. Mən giyinirəm. Burada mich olduğu üçün bu cümlə refleksivdir. Yəni hərəkət öz üzərimdə baş verir. İkinci cümləmiz Ich ziehe mein Kind an. Mən uşağımı geyindirirəm. Belə ki, buradakı fərq açıq şəkildə görünür. Yəni hərəkət mənim üzərimdə deyil, başqasının üzərindədir. Burada sich işlətmədiyimiz üçün bu feil unechte, yəni əsl refleksiv feil deyil. Kämmen feili daramaq deməkdir. Ich kämme mich. Mən saçımı darayıram. Ich kämme meine Tochter. Mən qızımın saçını darayıram. Schminken makyaj etmək deməkdir. Sie schminkt sich. O makyaj edir. Sie schminkt ihre Freundin. O rəfiqəsinə makyaj edir. Vorbereiten hazırlanmaq deməkdir. Ich bereite mich auf die Prüfung vor. Mən imtahana hazırlaşıram. Ich bereite das Essen vor. Mən yeməyi hazırlayıram. Bugün biz refleksive verben mövzusunu öyrəndik və beləliklə gördük ki, echte refleksive verben hər zaman sich ilə işlədilir. Unechte refleksive verben bəzən sich, bəzən də onsuz işlədilir. Yəni hərəkət özünə yoxsa başqasına yönəldiyinə görə dəyişir. Bəzi feillər isə propozisyonla işlədilir. Məsələn, auf, an, über, für və bunlar cümlədə mənanı tamamlayır. İndi isə dərsimizin sonunda sizlər üçün qısa testimiz olacaq. Birinci sualımız belədir. Ich freue ... auf das Konzert. Variantlara baxaq. Variant A, sich. Variant B, hat, yəni heç nə işlədilmir. Variant C, mich. Bəli, variant C, mich. Belə ki, freuen feili hər zaman sich ilə işlədilir. Yəni echte, əsl refleksiv feildir. Ich şəxsinə görə isə mich işlədirik. Və burada auf propozisyonunu da görürük. Biraz əvvəl dediyimiz kimi auf olduqda gələcəkdə olan bir şeyə sevinirik. Tərcümədə isə auf ilə işləndikdə səbirsizliklə gözləmək mənası da verir. Ich freue mich auf das Konzert. Mən konserti səbirsizliklə gözləyirəm. İkinci sualımız belə olacaq. Sie interessiert ... für deutsche Filme. Variant A, hat, heç nə işlədilmir. Variant B, sich. Variant C, mich. Bəli, variant B, sich. Yenə də interessieren feilinə baxırıq. Bu feil də əsl refleksiv feildir. Yəni hər zaman zihlə və für propozisyonu ilə işlədilir. O zaman şəxsimizə baxırıq. Sie şəxsinə görə sich işlədilir. Belə ki, sie interessiert sich für deutsche Filme. O, Alman filmləri ilə maraqlanır. Növbəti sualımız belədir. Sie schminkt ... Freundin für die Party. O rəfiqəsini parti üçün makyaj edir, deyəcəyik. Variantlar. Variant A, ihre. Variant B, sich. Variant C, dich. Bəli, variant A, ihre. Schminken feili
Un echte refleksiv verbdir. Zihlə işlədildiyində özünü makyaj etmək mənası verir. Ancaq bir başqasını makyaj etdikdə zih işlədilmir. Bu cümlədə də o öz rəfiqəsini makyaj etdiyi üçün zih işlədilmir. Ihre Freundin dedik. Sie schminkt ihre Freundin für die Party. O öz rəfiqəsini parti üçün makyaj edir. Dördüncü sualımız belədir. Er zieht... das Baby um. O körpənin paltarını dəyişir deyəcəyik. Variantlara baxaq. Variant A. Sich. Variant B. Mich. Variant C. Xət, yəni heç nə işlədilmir. Variant C. Heç nə işlədilməyəcək. Belə ki, umziehen, sich paltarını dəyişmək deməkdir. Yəni proses öz üzərində baş verir. Ancaq sich işlədilmədikdə proses kiminsə üzərində baş verəcək. Er zieht das Baby um. O körpənin paltarını dəyişir. Sonuncu sualımız belədir. Ich konzentriere... auf das Deutsch lernen. Mən diqqətimi Alman dili öyrənməyə yönəldirəm. Variant A. Mich. Variant B. Dich. Variant C. Sich. Bəli, variant A. Mich. Konzentrieren feili əsl refleksiv feildir. Yəni hər zaman zich ilə işlədilir. Ich şəxsinə görə mich və auf propozisiyonu ilə işlədilir. Ich konzentriere mich auf das Deutsch lernen. Mən diqqətimi Alman dili öyrənməyə yönəldirəm. Və beləcə bugünkü dərsimizin sonuna gəldik. Ümid edirəm bu mövzumuz sizlər üçün faydalı olmuşdur. Videonu buraya qədər izlədiyiniz üçün hər birinizə ürəkdən təşəkkür edirəm. Əgər hər hansı sualınız varsa, rəylər bölməsində yaza bilərsiniz. Məmnuniyyətlə cavablandıracağam. Növbəti dərsimizdə Wechselpropositionen mit Akkusativ und Dativ, yəni akkusativ və dativlə işlənən dəyişkən ön sözlər mövzusundan danışacağıq. Odur ki, izləmədə qalın. Tezliklə görüşərik. Tschüss, bis bald.